Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xəbər verdiyimiz kimi İmişlidə bir ailənin 3 üzvü yaşadıkları mənzildə dəm qazından boğularaq ölüb. Biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faciə nəticəsində ana Azadova Mehriban İdris qızı, 2 az yaşlı övladı Azadov Məhəmməd Vasifoğlu və Azadov Fatimə Vasif qızı vəfat ediblər. Ailə başçısı Bəhrəmtəpə kənd sakini 1989-cu il təvəllüdlü Azadov Vasif Əlirza oğlu komatos vəziyyətdə İmişli rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Ona qazdan zəhərlənmə diaqnozu təyin edilib. Vəziyyəti orta ağır qiymətləndirir. Təbibdən APA'nın sorğusuna cavab olaraq deyilib. Sumqayıtda 17 yaşlı gənc hündürlükdən yıxılaraq ölüb. Hadisə şəhərin 9-cu mikrorayonunda yeni tikililərin birində qeydə alınıb. 2008-ci il təvəllüdlü Qadir Məmmədov ehtiyatsızlıq nəticəsində hündürlükdən yerə yıxılıb. O hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.